Avadanlığı update eləmək istəyirsənsə, proşka vuranda bu proqramı açdın, gəlsən burada add vurdun, IP adresi, login parolu yazdın, düşür. Bax, device management hissədə solda belə bir device list var, düşür bura. Sən deyək ki, mən yazdım bunun IP-sini, bu gəldi, düşdü bura. Bunu seçirsən. Ben geldim yoksa olur. Sonra burada maintenance, vurduq bura. Yenə həmin avadanlığı seçirik, solda baxın maintenance-in içində bu avadanlıq və bunu upgrade sözünə vurduq. Vurandan sonra belə bir pəncərə olur. Yəni seçirik bunu, upgrade local. Offline deyə avadanlıq məndə ona görə göstərmədi. Online elədim. Upgrade lokal dedim, belə sağda pəncərə açılır, burada bunu seçirsən, gəldin, bu yüklədiyin ki fail var idi, sənə göndərmişdim bu fail. Bunun içində bu digicap var, onu çıxardırsan, açsan ekran var, abıcı storage istəpəcədə bir yere atırsın. Sonra buradan bunu seçirsən və OK-yə vurursun. OK-yə vuran kimi bu arada başlayır upgrade getməyə. Upgrade gedəndən sonra gecə restart gedəcək avadanlıq. Restart gedəndən sonra yoxlayırsan. Həmin funksiya işləyir, yoxsa yox.